Salam aleyküm. İnanın Allah ki elə ehtiyaclı ailələr ki var. Və Allah şahiddir bu kəlməmə. Qiyamətdə cavab verərəm. Elə başsız ailələr var. Onların bəlkə demək olar ki, heç qohumunda, qonşusunda da elə bir imkanlı yoxdur ki, onlara ətraf tutsun. Məsələn, bəzi ehtiyaclı ailələr var və yaxud başsız ailələr var. Onların qonşusunda, qohumunda səxavətli imkanlı adamlar var, əl tutur. Bəziləri var ki, heç kim yox. Və inanın Allah ki, bu sizin göndərdiyiniz bu ərzaq onları bilsən necə sevindirir. Onları bilsən necə sevindirirsiniz xoşallığınıza. Bax görürsən, ailədir, xoşbaxt ailə başçısı var. Ya pis xəstəlik, ya avtoqaza, ya bir neysə baş verir. Ailə başçısı dünyasını dəyişir, hər şey sönür. Siz həmin ailələri sevindirirsiniz xoşallığınıza. Həqiqətən belədir. Yenidən 5 ailə üçün ərzaq ayrılmışıq. İnşallah gedib ərzaqı paylayarıq. Allah qəbul etsin.